Hər vaxtınız xeyir olsun əziz Dip TV tamaşaçıları. Bugünkü qonağımız avtomobillər üzrə ekspert Elgün Xıdırovdur. Xoş gəlmisiniz Elgün bəy. Xoş gördük. Bu gün biz siyasət, fəlsəfə yox, avtomobilləri müzakirə edəcəyik. Əvvəla ona görə ki, mövzu aktualdır və insanlar dəqiq məlumat axtarır, ekspertləri axtarır. İkincisi açığı şəxsən mənim özümə də maraqlıdır. Elgün bəy, gəlin ümumiyyətlə ondan başlayaq ki, Çin avtomobil sənayesində necə oldu ki, bu qədər irəli getdi, özü bu qədər qısa zamanda. Çin istehsalının digər ölkələrin istehsalından əsas fərqlər avtomobil sektorunda nələrdir sizcə? Gözəl sualdır. Məsələ ondadır ki, Çin avtomobil sənayesinin inkişafına baxanda əvvəlcə avtomobil sənayesinin bir tarixinə də nəzər salmaq lazımdır. Ənənəvi markalar necə inkişaf ediblər? Məsələn, ilk avtomobilin tarixi 1885-ci il hesab olunur. Almaniya, Mercedes. Bu ilk daxili yanma mühərrikli avtomobil modeli olaraq. Çünki ondan əvvəl də müxtəlif mühərrikli maşınlar var idi. Arabaya mühərrik qoyurdular və o hərəkət edirdi. Amma ilk daxili yanma mühərrikli maşın, yəni avtomobil olaraq bu 1885-ci il Mercedes Avropa avtomobil sənayesi inkişaf elədi, Amerika avtomobil sənayesi və bunun ardınca təbii ki biz gördük. Yəni biz görəndən də əvvəl Yaponiya avtomobil sənayesi, Koreya bizim gözümüzün qabağında inkişaf yolu keçdi. Necə inkişaf yolu keçdilər? Məsələn, Yaponlar. Onlar əvvəlcə Amerikan avtomobil sənayesindən bəhrələndilər, onları istehsal etdilər və öz avtomobil sənayelerini ən üst səviyyəyə gətirib çıxardılar. Hətta Amerika bazarı onlar üçün böyük bir satış bazarı idi. Koreyalılar həmçinin başqalarının təcrübələrindən istifadə etdilər və bu yolu indi keçən digər ölkələr də var. Çin isə çox sürətlə keçdi. Çin avtomobil sənayesi də başqalarından bəhrələndi. Çox yox, 10-15 il bundan qabaq bir o qədər birmənalı qarşılanmırdı. Yəni ictimai rəy Çin avtomobilləri haqqında o qədər də ürəkaçan deyildi və Çin avtomobillərini biz az görürdük yollarda və bu gün tam tərsinədir, çox müsbət rəy var. Yəni burada indi biz Çinin istehsalından ölkə olaraq iqtisadiyyata qoyduğu sərmayələr və uğurlardan danışacağıq, amma danışdıq daha doğrusu, amma gəlin eyni zamanda Azərbaycan bazarını, Azərbaycan vətəndaşının fikrini də hesaba qataraq ona uyğun bir cavab verək ki, necə oldu ki, bugün biz məsələn yolda hər üç maşından ikisi BYD görürük. Məsələn, necə oldu ki, bu proses bu yerə gəldi? Birinci növbədə Çin avtomobil sənayesi inkişaf elədi və elə avtomobillər buraxdı ki, bazarın tələbini nəzərə aldılar. Burada qiymət faktoru da çox böyük rol oynadı. Yəni bazarın tələbi nə idi? Əgər dizaynla danışırıqsa, onlar xarici dizaynerləri, o dizayn məktəbini keçmiş şəxsləri işə götürdülər və daha sonra öz dizayn məktəblərini formalaşdırdılar. İndiki dövrdə sizə deyim ki, heç Avropalı, Amerikalı hansısa dizaynerlərə bir o qədər də ehtiyacları yoxdur. Digər bir məsələ, keyfiyyət çox vacib məsələdir və həmin keyfiyyətin hansı qiymət müqabilində olması. Avropalılar pismi maşın istehsal edir. Bunu heç kim deyə bilməz. Yaponlar, Koreyalılar, Amerikanlar. Amma burada hər bir məhsula uyğun dəyər. Əgər daha uyğun, bütün elektron sistemlərlə təchiz olunmuş, komfort elementlərlə təchiz olunmuş, dizaynı da yaxşı bir maşın qat-qat aşağı qiymətə təklif olunursa, niyə də yox? Onun bazarı formalaşacaq. Azərbaycanda da, yəni əslinə qalsa Azərbaycan Çin avtomobil sənayesi üçün kifayət qədər balaca bazardır. Rəqəmlər deyim ki, Azərbaycanda avtomobilləşmə səviyyəsinə görə həm də bir çox ölkələrdən 1000 nəfərə düşən avtomobil sayına görə geri qalır. Azərbaycanda ümumilikdə 1,8 milyondan biraz çox nəqliyyat vasitəsi var. Onun 1,6 milyonundan çoxu mini avtomobillərdir. Və hələ nəzərə alaq ki, parkımız kifayət qədər köhnədir. Baxmayaraq ki, son 3 ildə yeni avtomobillər çox idxal olundu, amma yenə də avtomobil parkımız kifayət qədər köhnədir. Yəni yaşı 10 ildən çox olan bir xeyli, əvvəllər 80% avtomobil var. İndi bəlkə biraz dəyişər vəziyyət, çünki yəni hibrid, plug-in hibridlər xeyli idxal olundu. Yəni Azərbaycan sürücüsünün böyük hissəsinin 80%-ından, burada da Pareto prinsipi işləyir də, çoxunun tələbi daha ucuz qiymətə əlçatan, komfortlu avtomobil almaqdır. İndi hal-hazırda biz görürük ki, bu hibrid avtomobillərə daha çox üstünlük verilir. Bunların xüsusiyyətləri və yaxud da hansı növləri var? Texnoloji olaraq hansı üstünlükləri var? Nə yerdədir? Əsas fərqlər nələrdir? Hibridlər elektromobillərə keçid dövrü kimi götürülürdü və o
çox uzun bir keçid dövrüdür. Belə bir məlumat Avropanın avtomobilçiləri, sənayeçiləri fikirləşirdilər ki, 2030-cu ilə qədər tamamilə elektromobilə keçəcəklər. Hətta 2025-ci illəri deyirdilər. Və sonra məlum oldu ki, bu bir o qədər də asan deyil. Çünki elektromobil istehsal etmək üçün batareya texnologiyaları lazımdır, inkişaf etməlidir və onun xammalı. Və həmçinin elektromobil istehsalla məsələ bitmir. Çünki bunun şəbəkələşməsi, enerji dolum stansiyaları. Çünki pis, yaxşı bütün ölkələrdə yanacaq doldurma stansiyalarının şəbəkəsi var. Amma elektrik şəbəkəsini qurmağa vaxt resursu lazımdır, yerlər lazımdır. Yanacaq doldurma stansiyalarında vəziyyət belədir ki, o avtomobil gəldi, 2 dəqiqə yanacağını vurdu, getdi. Amma hal-hazırda ən sürətli şarj stansiyalarında belə maşın gərək bir 15-20 dəqiqə, yarım saat qalsın. Yəni görürsünüz nə qədər vaxt problemi, yəni o stansiyaların sayını artırmaq və orada durma vaxtı çoxdur. Bu proses gedirmi? Yəni stansiyaların proses gedir, bütün dünyada gedir. Azərbaycanda görürük ki, artırırlar, amma bu yəni hələ çox azdır. Ümumi hətta Azərbaycan üçün belə çox azdır. Bəli, kifayət qədər çox azdır. Yəni məsələnin bir çox istiqaməti var da. Hibrid avtomobillər hələ ki o keçid dövrünü çox illər yaşayacaq. Amma hibridlər nədir? Hibridlər də yəni batareyalarındandır və adından göründüyü kimi elektrik avtomobilinə daxilyanma mühərrikinin bir sintezidir. Hibrid avtomobil necə? Daxilyanma mühərriki var burada, rekuperasiya var və batareyalar var. Və hibridlər neçə növ olur? Buradan başlayaq. Onun bir neçə növünə ayrımı olar. Bir, qoşulan qoşulmayan, yəni adi hibridlər, plug-in hibridlər. Qoşulan odur ki, onların batareyalarının həcmi nisbətən daha böyük olur və şəbəkədən enerji yığaraq da hərəkət edə bilirlər. Müəyyən bir məsafəni elektromobil kimi də hərəkət edə bilirlər. Bir də avtomobillərin, yəni ayırdıq artıq hibridləri iki istiqamətdə, qoşulan, qoşulmayan hibrid, plug-in hibrid və təkərlərə gücün ötürülmə mexanizminə görə. Burada da biz hibrid və yaxud da İREV, yəni İREV-lər və digər hibridlərin fərqi ondan ibarətdir ki, onlarda mühərrikin təkərlərlə birbaşa əlaqəsi yoxdur. Yəni mühərrik orada sadəcə generator funksiyasını yerinə yetirir. Daxiliyyə mühərriki işləyərək batareyaları doldurur. Yalnız bu. Artıq təkərləri hərəkətə gətirən elektrik mühərrikləridir. Reduktor və elektrik mühərrikləri. İndi hansı yaxşıdır? Bu da müzakirə mövzusudur. Avtomobildən, markasından, onun tətbiq etdiyi texnologiyadan asılı olaraq və hətta sürücüsündən, onun istifadə etdiyi avtomobilin o yol şəraitindən asılı olaraq vəziyyət dəyişə bilər. Və ya intensiv olaraq şəhərlər arası mı sürür? Təbii, faktorlar çoxdur. Bir çox faktor var da yəqin ki. Faktorlar çoxdur. Hətta məsələn mən öz istifadəmə görə ola bilər ki, hansısa bir markanın plug-in hibridini təkərlərlə əlaqəsi olanı götürüm, digərində isə artıq o generator funksiyasında İREV modelini daha çox xoşlayıram. Amma ümumilikdə bu hibridlərin bölgüsündə nələri alıcı bilməlidir? Birinci növbədə bilməlidir ki, burada həm də digər xərclər çıxır da, texniki servis xərcləri. Bilməlidir ki, batareya böyüyürsə, avtomobilin qiyməti artır. Yəni, plug-in hibridlər təbii ki, adi hibridlərdən bahadır. Amma daha sərfəlidir, çünki siz onu şəbəkədən də qoşa bilirsiniz. Plug-in hibridlərin batareya həcmi böyük olur. Təxminən belə götürək də 30-40 kWh-a qədər batareya həcmi ola bilər. Amma generator kimi işləyən hibridlərdə onların batareya həcmi nisbətən daha böyük olur. Bu avtomobillərdə təkərlərlə birbaşa əlaqənin olmaması konstruksiyanın nisbətən sadə olması anlamına gəlir. Çünki burada sürətlər qutusu yoxdur, yalnız reduktordur, bir də ki, elektrik mühərrikləridir. Konstruksiya ilk baxışdan baxanda sadədir. Amma əlavə problemlər çıxır həmin hibridlərdə, təkcə həmin yox, bir çox hibrid avtomobillərdə 1,5 litrlik bir daxilyanma mühərrikidir. 1,5 litrlik daxilyanma mühərriki, məsələn, çox yüksək sürətlərdə, dağlıq ərazilərdə,
artıq güc çatışmazlığını verə bilər. Yəni konkret olaraq belə deyək də, generator tipli daxili yanma mühərriki olan hibrid avtomobillər əsasən 150-160 km/saatdan sonra bir güc itirirlər. Yəni daha yüksək sürətə çata bilmirlər. Təbii ki, mən də o sürətlərin tərəfdarı deyiləm. Azərbaycanda icazə verilən bir çox dünya ölkələrində maksimal sürət 110 km/saatdır. Amma yəni bu bir avtomobil sənayesində yarış var da, 300, 400 və 400 km/saatı aşan sürətlər əldə edirlər. 140-150-dən artıq heç mən məsləhət də görmürəm heç kimə maşın sürməyə açıq. Təbii. Yəni siz sadəcə o texniki tərəfdən danışırıq. O aydın ki, nə məsləhət deyil. Çünki o sürətlər idarə olunmayan sürətlərdir. Elgün bəy, bəs servislərlə bağlı nə deyə bilərsiniz? Servislərdə hal-hazırda vəziyyət nə yerdədir? Və yaxud da ki, servislərin sayı kifayət qədərdirmi və var olan servislərdə xidmət hansı səviyyədədir? Çünki indi biz sosial şəbəkələrdə ətrafımızda insanlardan eşidirik ki, məsələn, ehtiyat hissələrinin tapılması, bəziləri düşünür ki, daha çətindir, Çin avtomobilləri bazara yeni girib və yaxud naməlumdur. Bu barədə nə düşünürsünüz? Ümumiyyətlə avtomobil alarkən baxmaq lazımdır ki, bu avtomobil marka olaraq necə formalaşıb? Dayanıqlı markadır yoxsa yox? Ehtiyat hissələrini təmin edəcəkmi və hətta digər o kontrafakt ehtiyat hissələri istehsalçılar da maraqlıdır o modellərin istehsalında, yəni onların ehtiyat hissələrinin istehsalında. Servis məsələsinə gələndə, buna Azərbaycanda bu iki istiqamətdə də texniki servis istehsalçı zavodun təlimlərini keçmiş bir mütəxəssis hazırlığından ibarətdir. Hər hansı bir avtomobil brendi başqa bir ölkədə nümayəndəlik açırsa, onun qarşısında tələblər qoyur. Satış salonunun tələbləri necə olmalıdır? Orada çalışanların hansı təlimlər görməlidirlər və texniki servisə hansı tələblər var? Avadanlıq tələblərindən tutmuş texniki yağlar, mayelər və s. və axır və o personalın hazırlığı. Onlar müəyyən təlimlər keçməlidirlər. Və müasir avtomobillərdə təlimlər tamam fərqlidir. Hibrid, plug-in hibrid elektromobillər. Çünki burada ənənəvi avtomobillərdən fərqli vəziyyətlər yaranır. Ənənəvi avtomobillərdə daxili yanma mühərriki idi. Yəni onu yığırdın, sürətlər qutusu, kuzov işləri, metal işləri. Burada yüksək gərginlik var, cərəyan var. Deməli, bu avtomobillərlə artıq yüksək gərginliklə işləyə bilən personal yetişdirilməlidir. Əməyin mühafizəsinə başqa cür yanaşılmalıdır. Məsələn, çox faktlar olub Azərbaycanın özündə. O ustar üsullarla, öz fəaliyyətlə məşğul olan ustaların servisində maşınlar yanıb. Partlayıb, yanıb. Çünki düzgün müdaxilə eləmirlər. Akkumulyator batareyaları oksidləşəndə, onlar birisi ki, izolyasiyanandır, xüsusi izolyasiyanandır. O izolyasiyaya düzgün olmayan müdaxilə olanda, onlar fiziki təsirə məruz qalanda litiumlar alışır, yanır. Və elə alışır, yanır ki, onu söndürmək mümkün deyil. Onu söndürməyin xüsusi metodları var və o şəraitdə onu heç kim edə bilmir. İşçi personalın hazırlanması. Ölkəyə gələn avtomobillər hamısı rəsmi gəlmir. Və qeyri-rəsmi gələn avtomobillərin bir çox problemləri çıxır. Birinci növbədə onlar rəsmi zəmanətdən məhrum olurlar. Servis xidmətlərindən məhrum olurlar. Xidmətdən deyək ki, məhrum olmayacaq. Aha. Rəsmi zəmanətdən zavod qüsuru ilə gələn avtomobil artıq məsələn nəzərə olaraq batareyası problemli ola bilər və yaxud da inverteri. Artıq onun zəmanəti yoxdursa, heç kim o 10 min, 20 min, indi avtomobilin qiymətinə asılı olaraq manat və yaxud da dollarını qarşılamayacaq. İkinci bir məsələ bu avtomobilin rəsmi servisə gətirir-gətirmir məsələsidir. Rəsmi servisə gətirmirsə, o risklər yenə də var. Qəza keçirən maşında ola bilər, hətta heç bir qəzası yoxdur, sadəcə dövrü texniki xidmətə gəlib. Naşı bir müdaxilə daha böyük problemlərə gətirir, çıxarır. Mən bunu servislərdə dəfələrlə görmüşəm. Yəni maşın kiçik bir qəza keçirib, amma elektron sisteminə ziyanlar dəyir, batareya sisteminə ziyanlar dəyir, yəni xərclər qat-qat artır. Gərək indi burada rəsmi və yaxud da qeyri-rəsmi servislərin məsələsinə. Rəsmi servislər pis-yaxşı
istehsalçı zavodla təbii ki, əlaqədədir. Onların servis aksesləri var, onlar personalı təlimlərə göndərirlər. Əməkdaşlıq edirlər, bəli. Amma digərlərinin bu yəni lüksü yoxdur. Və digərlərinin o qədər pulu da yoxdur ki, o şəraitdə servis qursunlar. Təbii ki, onların da arasında ixtisaslaşmış servislər var, yaxşı kadrlar var, amma nəzəri olaraq yenə də deyirəm ki, hansı problemlər ortaya çıxa bilər. Azərbaycanda ümumilikdə, hətta hibrid, plug-in hibrid və bunları qoyuram kənara, illərlə var ki, o servislərə, avtotəmir stansiyalarına sahə standartları qoyulurdu. Yəni əslində belə bir standartlar var. Avtomobil harda təmir oluna bilər. Amma ona nəzarət yoxdur. Nəzarət olmadığına görə biz indi deyək ki, qəza baş verir. Xəbərlərdə nə eşidirik? Eşidirik ki, sürücü idarəetməni itirdi və öldü. Amma heç kim araşdırmır ki, sürücü idarəetməni niyə itirdi? Təkəri partladı, sərxoş idi, yatmışdı. Düzdür, araşdırılır, amma o lazımı texniki xəbərdə dərhal verilmir də, o artıq istintaqın işi olur. Təbii ki, istintaqın, amma istintaqda da o detallar, əyləş tutmadı. Tutmadı mı? Əyləş şlankı mı partladı? O mümkündür də, avtomobil gedər əyləş sistemində iş gördürər və servisdən çıxanda dəfələrlə baş verib ki, əyləş şlankları düzgün quraşdırılmayıb, oradan maye axıb, yəni əyləc yoxdur. Yəni bu qədər problemlərə gətirib yol çıxarır. Sükan mexanizmində işlər görülür, sükan kilidləndir. Yəni sürücü idarəetməni itirdi, amma sürücü necə idarəetməni itirdi? Yəni texniki servisdə xüsusən də əgər elektronikası kifayət qədər çox olan avtomobillərin servisindən danışırıqsa, burada məncə nəzarət, dövlətin nəzarət də çox güclü olmalıdır. Yəni artıq o nəzarət mexanizmi gəlməlidir. Bunun bir başqa tərəfi də sığortaçılarla bağlı məsələdir. Deyək ki, bütün dünyada, əsasən də Amerika Birləşmiş Ştatlarında sığortaçılar kifayət qədər, yəni nəqliyyatda söz sahibidirlər. Onlar qanunvericiliyə hətta müdaxilələr edə bilir, təkliflər verirlər və onu qəbul etdirirlər. Çünki orada onların maraqları var. Azərbaycanda sığorta şirkətləri ziyanla işləyir. İstəyir kaskosu, istəyir icbari sığortası ziyanla işləyir. Və sığorta şirkətlərinin maraqlarında olmalıdır ki, qəzalar baş verməsin. Amma biz reallığı necə görürük? Avtomobil qəza keçirəndə onu hara göndərirlər qiymətləndirmək üçün? Hər hansı bir seçdikləri servisə. O rəsmi olmaya bilər. Yəni belə bir tələb də yoxdur əslində qanunda. Amma qanunda tələb var ki, avtomobili kim təmir edə bilər? O şəxs təmir edə bilər ki, avtomobilin təmir olunduğu ərazi o fövqəladə vəziyyətlərə, yanğın təhlükəsizliyindən tutmuş digər bütün tələblərə cavab versin, onların qaldırıcıları falan, avadanlıqları, texniki tələblərə cavab versin, personal gördüyü işə uyğun personal olsun, yəni onun təhsili sertifikasiyadan keçmiş personal olsun və həmin servisdə istifadə olunan bütün o məhsullar saxta olmasın, yağlar texniki mayelərə qədər tələblərə cavab versin. Buna nəzarət yoxdur. Yəni nəzəri olaraq əgər sığorta hansısa bir qəza keçirmiş avtomobili qiymətləndirməyə göndərir və avtomobilin sahibi də narazı qalır ki, mənim avtomobilimin xərci axı 5000 manatdır, 1000 manat deyil. Aha. Doğrudan da onun avtomobilinin təmiri 5000 manatdır. Amma onu ixtisaslaşmayan servis qiymətləndirdiyinə və işi gördüyünə görə o gəlir 1000 manata başa gəlir. Görürsünüz nə qədər rəsmiyyətin, ixtisaslaşmanın, peşəkarlığın nə qədər önəmi var. Bir də bu məqamda ilə yeri gəlmişkən bu 3-5 manat irəli düşsün deyə sadə dildə deyirəm. Çindən qeyri-rəsmi formada maşın gətirmək istəyənlər olur. Şəxsən tanıyıram elə insanları. Küllü miqdarda dələduzluqla üzləşənlər də olub. Məsələn, onlarla insandan 25-30 min manat alıb və heç bir avtomobil gətirməyib, işi polisdə olanlar da var. O baxımdan siz bu şəxslərə nə demək istəyərdiniz? Əgər tanımadığınız, bilmədiyiniz adamdan, ona boz deyirlər də, alverçidən, kimdənsə maşını alırsınızsa, ən azından əmin olun ki, o sizin maşını gətirib çıxaracaq və salamat gətirəcək. Yox, əmin deyilsinizsə, bilin ki, bu sizin riskinizdir. Siz o riski gözə alın. Gözə alın. Çünki bir çox hadisə baş verə bilər də. O adam aldada bilər sizi, o adam heç aldatmaq istəməz, özü başqa bir problemə düşər,
yəni reallıqda sözünü yerinə yetirə bilməz. Adamdır da, yəni bu şirkət deyil, arxasında böyük Qurum büdcələr deyil də, yoxdur. yəni, Qurum bəli. deyil. Çünki belə də müqavilə var ortada, arxanda bilirsən ki, bir şirkət var, kimin yaxasından yapacaqsan bu Hüquqi bəllidir. şəxs var, bəli, hə. Burada isə X Burada adamdır. isə bilmirsən kimdir, bəli. Allah X adam. eləməsin, yəni həyatdır da, başına bir iş gəldi. Yəni sənin Pulun da getdi, pulun getdi. bəli. Yəni bunu riski Nəzərə göz önünə almalı, almalısan. Kim elə insanlar var ki, o riski almaq istəmir, gedir rəsmi, təbii ki, qiymətdə daha baha avtomobil alır. Digərləri də riski göz önünə alır. Bəxti yaxşı da çıxır, pis də çıxır. Son olaraq təhlükəsizlik ilə bağlı istəyərdim biraz da danışaq. Təhlükəsizlik məsələsi nə yerdədir? Məsələn, qəza anında deyək ki, və ya ümumən, yəni belə deyək də, rəqəmsallıq baxımından, texniki baxımdan nə yerdədir təhlükəsizlik bu Çin avtomobillərinin, sıfır avtomobillərin, hal-hazırda dəbdə olan avtomobillərin? Ümumiyyətlə təhlükəsizlik nədir? Avtomobil sənayesində təhlükəsizliyi iki istiqamətdə belə təyin eləyirlər. Aktiv və passiv təhlükəsizlik sistemləri. Aktiv təhlükəsizlik sistemləri əsasən bizim bildiyimiz elektron sistemlər, yəni sürücü köməkçiləri, assistentlərdir. Onlar qəzanı önləyən sistemlərdir. Sürücüyə kömək olur ki, qəza baş verməsin. Misal üçün, ən sadəsindən götürək, avtomobilə quraşdırılan ən birinci elektron sistemlərdən ABS əyləc sistemi və onun ABS blokunun üzərində olan stabilləşdirmə funksiyası ESP, elektron stabilləşdirmə proqramı. Onun digər markalar başqa adlarını da qoyurlar. Əyləc gücünün artırılması IBD sistemi var, daha sonra yoxuşda, enişdə hərəkətə nəzarət sistemləri var və bu sistemlər artdıqca artıq sükanın mexanizminə müdaxilələr var, kameralar yolları görür, yol xəttlərini görür, zolaqda saxlama sistemi var, ekstremal əyləc sistemi var, adaptiv kruiz sistemləri var ki, qarşıda gedən avtomobillə məsafəni saxlayır və ona uyğun sürətini azaldır, tam dayanana qədər yəni sürəti azalda bilir. Yəni bu sistemlər artıq qat-qat çoxalıb. Yəni radarlar artıq lidarlarla əvəz olunur. Və bütün bu sistemlər sürücü köməkçiləri qəzanı önləmək məqsədi daşıyır. Deyək ki, proaktiv sistemlər var, piyadanı da görür, piyada ilə toqquşmanın qarşısını alır. Avtomobil də ola bilər, başqa maneə də ola bilər. Aktiv sistemlər qəza baş verməməsi üçün sistemlərdir. Onlar bahalı sistemlərdir. Təchizatda ola da, məsələn, siz baxa bilərsiniz ki, iki avtomobil var, eyni model, eyni marka, eyni rəng, amma birinin qiyməti misal üçün 50.000 dollardır, digəri 80.000 dollardır. Niyə? Çünki bu sistemlər onda yoxdur, qoymayıblar. İkinci təhlükəsizlik artıq o pasiv təhlükəsizlik sistemləridir. Qəza baş verdikdən sonra sürücünün sərnişinləri qoruyan. Pasiv təhlükəsizlik sistemlərində təbii ki, burada təhlükəsizlik yastıqları var, kəmərlər var. Ümumiyyətlə ən vacibi avtomobilin kuzov konstruksiyası, onun lonjeronu, zərbəyə dözümlülük. Zərbəyə dözümlüyü. Təkcə zərbəyə dözümlülük deyərkən, məsələn, biz orada metalın qalınlığından danışmırıq. Çünki metalın qalınlığı müasir avtomobil sənayesində bir əhəmiyyət, yəni qabıq əhəmiyyət kəsb eləmir. Əhəmiyyət kəsb edən kapsuladır. Zərbə salona ötürülməsin. Və burada da əslində xırdalıqlara gedəndə çox nüanslar var. Zərbə salona ötürülməsin, bir zərbə olduqdan sonra hansısa bir detal çıxıb sürücünü, sərnişini yaralamasın. Burada bir haşiyədən çıxıb başqa bir məsələni izah etmək istəyirəm. Məsələn, ən sadə təhlükəsizlik kəməri, 3 nöqtəli təhlükəsizlik kəmərləri, yəni aydındır, hamı bilir ki, bütün maşınlarda olmalıdır. Var. Yəni onu biraz da xırdalasaq, yenə ISOFIX sistemləri, uşaq oturacaqları, ona getmək istəmirəm. Sadə təhlükəsizlik kəməri. Sürücü bağlayır, bağlamır. Sərnişinlər ümumiyyətlə bizdə təhlükəsizlik kəmərini istifadə eləmir. Təəssüflər olsun ki. Təhlükəsizlik kəməri sadə bir, məsələn, 50 km/saat sürətlə hərəkət edən, 40 km/saat sürətlə hərəkət edən bir avtomobildə sürücü qəza eləsə nə baş verəcək? Kəmər onu saxlayır, sükandan da tutub, ancaq sığorta hadisəsi. Məsələn, bir 40 manatlıq cəriməsi yazılacaq, dəymiş zərər sığorta qarşılayacaq, o özü gedib maşını düzəltdirəcək. Amma sərnişin yanında varsa, kəmər bağlamayıbsa, o mümkün deyil ki, o sürətlərdə özünü saxlasın. Mümkün deyil. Adi əyləcə, aşağı sürətlə belə əyləcə bassa
onun başı dəyəcək Bəli, şüşəyə alın dəyəcək, şüşəsinə. Yaxşı halda bir travma alacaq, pis halda həyatını itirəcək. Həyatını da itirə bilər, bəli. Yəni inzibati xəta olan bir hadisə oldu cinayət işi. Bəli. Və həmin sürücü artıq oldu qatil. Məsuliyyətə Cinayətkar. cəlb olunacaq. Bəli. Məsuliyyətə cəlb olunacaq, həbs olunacaq. Təəssüf olsun ki, o mədəniyyət bizdə hələ də formalaşmayıb və tutaq ki, biri mən dəfələrlə olub qarşı öndə oturursa və kəmər taxırsa, mən məsələn kəmərsiz heç vaxt oturmuram. Sürücü ona irad bildirir ki, niyə taxırsan? Bax fikir verin ha, niyə taxmırsan yox. Niyə kəmər taxırsan? Çünki sürücülərin texniki bilikləri çox aşağıdır. Mən dəfələrlə özünün, yəni təcrübəli hesablayan sürücüdən soruşmuşam ki, 100 km/saat sürətlə hərəkət edirsən, qəfil tormoz versən neçə metrdə dayanacaqsan? 5 metr deyənlər olub. 10 metr, 15 metr deyənlər olub. Normalda 100 km/saat sürətlə hərəkət edəndə, yəni burada sürücünün maneəni görməsi, reaksiya müddəti 2 saniyə və s. bunlar hamısı ideal getsə, təxminən bir 80 metrdə dayanır. Amma ekstremal əyləcdə, yəni əyləc pedal, biz artıq reaksiya müddətini çıxırıq və s. və ideal şərait götürmüşük. Quru havadır, 25 dərəcə temperaturdur, asfalt yoldur. Yol düzdür, avtomobildə saz və bəli. texniki olaraq saz vəziyyətdə. Görürsüz nə qədər şərtlər var. Aha, Təkərlər də yaxşıdır. bəli. Belə halda əyləc pedalı döşəməyə qədər oturduğu vəziyyətdə tam dayanmasına qədər mini avtomobil Avropanın standartı belədir. 40 metrə qədər dayanmalıdır. Və təcrübə göstərir ki, ən o superkarlar bir 30 metrdə, digərlərdə 35-38 metrlərdə dayanır. 40 metri aşırsa, deməli avtomobilin əyləc sistemində problem var. Qəbul olunmuş belə bir standart var Avropada. Yəni 40 metrə qədər nəzərdə tutun da, 10 metrdə, 5 metrdə heç kim dayana bilməz o sürətdə. Təhlükəsizlik kəmərini buradan gəlirəm və heç bir o təhlükəsizlik crash testlərində heç bir şirkət 180-150 km/saat sürətlərdə crash testlər keçirmir. 60-65 km/saat sürətlərdə keçirilir bu testlər. Və o testlərin keçirilməsinin metodologiyası var da, avtomobil frontal zərbələrdə səthin neçə faizi, deyək ki, əgər beton səthlə toqquşmadan gedirsə söhbət, 20-30% toqquşur və yaxud da tam frontal yan zərbələr necədir? Bu crash testlərdən Euro NCAP-ın ən məşhur ADAC da belə testləri keçirir, Almaniyanın təşkilatı, Euro NCAP da keçirir, indi China NCAP da keçirir, amma indi Avropalılar öz təşkilatlarının ulduzlarını daha yaxşı qəbul edirlər. Azərbaycana gələn Çin avtomobillərinin eləsi var ki, onlar Avropa bazarına girə bilmir. Təhlükəsizlik nöqteyi nəzərdən. Amma burada satılır. Çünki Azərbaycanda təhlükəsizliklə bağlı ancaq zavodun təqdim etdiyi sertifikat bəs eləyir. Bu avtomobil homoloqasiyadan keçib, bu avtomobil, yəni bu avtomobildir. Kifayət eləyir ki, ölkəyə gəlsin. Yəqin ki, bütün modellərə şamil tələblərimiz eləmişsiniz, var. bütün markalara, modellərə şamil. Yəni bəzi. Yox, bütün. Bütün? Aha. Bütün. Yox, mən o zavoddan verilən sertifikatın kifayət etməsindən danışmıram. Aha. Təhlükəsizliyin bəziləri yüksək səviyyədə, yaxşı təhlükəsizlik səviyyəsi var, Təbii. bəzilərinin o qədər də deyil. Təbii. Amma hamısı qəbul olunur yəni. Hamısı qəbul edir. Çünki bizdə onu qəbul etməmək üçün bir standart səbəb yoxlanış yoxdur. Əgər pasiv təhlükəsizlik sistemlərinə qiymət vermiş olsa, mən dəfələrlə qəza belə keçirmiş avtomobillərə baxıb bir vizual inspeksiya eləmişəm. Görürəm ki, avtomobilin konstruksiyası necədir? İndi belə götürək də lonjeronlar, lonjeron və demper elementlər gəlir qabağa da, qollar əyilib. Hansı ki, o zərbədə o qollar əyilməli deyildi. O zərbədən deyək ki, təkər amortizator və təkər qolları arxaya əyilib. Yəni o qədər əyilmə baş verməli deyildi. Və yaxud da zərbə gəlib çıxıb salona yaxınlaşıb. Düzdür, salona gəlib çatacaqmı? Onu deyə bilmərəm. Bəlkə də çatmayacaq. Amma burada bir başqa məsələ də var da. Sürücünün xərcləri çoxalır. Çünki texniki olaraq artıq frontal zərbədə mühərrik sıradan çıxdı, sürətlər qutusuna ziyan dəydi, bağlı orada sistemlər var, inverter və s. və axır və həm də daçiklər var da. İndiki müasir avtomobillərdə radarlar var, kameralar var, radarlar var. Ona görə qəzalarda belə cana gələn məsələ ən vacibidir, təbii. Amma avtomobillərin də texniki xərclərini nəzərə almaq lazımdır. Elgün bəy, təşəkkür edirəm. Mən də xeyli şey öyrəndim. Sadəcə tamaşaçılar yox. Ümumiləşdirsək bir neçə cümlədə Çin avtomobilləri ilə bağlı öz fikirlərinizi necə deyərdiniz?
və təbii ki, Azərbaycanda Çin avtomobillərinin bu qədər yayğın bir şəkildə istismara verilməsini. Birinci onu deyərdim ki, Çin avtomobil sənayesi çox yaxşı inkişaf yolu keçdi və artıq çox gözəl avtomobillər istehsal edirlər. Onların arasında çox pis avtomobillər də var. Bunu da etiraf etmək lazımdır. Ən böyük problemimiz isə ölkədə avtomobildən danışan, öyrədən, məlumat verən insanların savadsızlığıdır. Bəli. Və onlar yalan məlumatlar ötürürlər. Sadəcə siz yox, siz bilən kimi baxırsınız məsələyə. Qıraqdan bilməyən bir adama da o açıq-aydın görünür ki, nə qədər səthi, nə qədər bayağı, nə qədər savadsız. Söhbət təkcə texniki biliklərdən, ümumdünya görüşündən, məlumatdan getmir. Yəni Azərbaycan dilində danışmaqlarından belə bilinir ki, Eybi yox, ingilis dilində danışsınlar, amma danışdıqları informasiya düzgün olsun. Bəli. Misal üçün, yəni də biraz haşiyədən çıxacaq. Yanacaq, dizel, benzin yanacaqlarından bir xeyli səhv məlumatlar ötürüldü cəmiyyətə. Məsələn, ən sadəsini deyirəm, 92 ilə 95 qarışmır. Və bunu indi də iddia edənlər var ki, 92 ilə 95 qarışmır. Hansı ki, bu kifayət qədər. Yəni o qarışmamaq şansı yoxdur da onların. Yəni də texniki olaraq hardansa nəsə oxuyan deyə bilər ki, onların sıxlıqları fərqlidir. Necə yəni qarışır? Birincisi, onların sıxlıqları eyni temperaturda, biri 15-də, biri 20 dərəcədə ölçülür. Hətta sıxlıqları fərqli olsaydı belə, yenə də qarışacaqlar, cinslər eynidir. Duzlu su ilə adi suyun da sıxlığı eyni deyil də, amma görürsünüz ki, sıxlıq dəyişir. Burada da yəni eyni cinsli maddə olduğu üçün onlar qarışır və hətta yanacaq istehsal olunanda, məsələn, mənim bildiyim qədər ola bilər indi vəziyyət dəyişir. Neft emalı zavodunda birdən-birə 92 oktanlı benzin çıxmır. O hər hansı bir oktanda çıxır, 75, 80, yaxşı halda yəqin ki 88 və ondan sonra ona korreksiyalar verilir. Korreksiyalar verəndə müxtəlif qatqılardan istifadə olunur. İzoktanı artırmaq üçün əvvəllər istifadə olunurdu 90-cı illərə qədər. Məsələn, tetraetil qurğuşundan, bu çox zəhərli maddədir. Onu dünyada qadağan etdilər və ümid edirəm ki, Azərbaycanda da belə bir yanacaq yoxdur. Amma yəni ona korreksiyalar verilir və spirtlərlə, məsələn, toluolla və yaxud da metanolla və yaxud da digər birləşmələrlə onun oktan ədədi qaldırıla bilər. Əsas o ki, izoktan sayı. Necə olur ki, qatqı qatanda və yaxud da gedib mağazadan sizə yanacağın keyfiyyətini artırmaq üçün, oktanını artırmaq üçün qatqı satırlar, onu alıb tökürsüz, o qarışır, amma benzinlə benzin qarışmır. Yəni, kifayət qədər yanlış informasiyalar var. Batareyalar, hətta bu yanlış informasiyalar bir marketing nöqteyi nəzərdən istehsalçılar da bunu eləyir. Məsələn, istehsalçı deyir ki, bu batareya ilə bu qədər kilometr məsafəni gedəcəksən, amma itkiləri nəzərə almır. Misal üçün götürək ki, plug-in hibrid avtomobildir, kifayət qədər batareya həcmi böyükdür, 60 kWh-lıq misal üçün batareyası var, 45 kWh-lıq batareyası var, tam yanacaq kəni ilə bu qədər məsafəni qət edəcək və s. və axır. Amma orada həmişə ideal vəziyyətləri götürürlər və normal rejimə çevirəndə havanın temperaturunu, iqlimi, yol şəraitini nəzərə alınanda görürsən ki, həmin məsafələr alınmır. Məsələn, dəfələrlə olub, adam mənə, şirkətin təmsilçisi, alıcı, deyir ki, 100 kilometrə, deyirəm, nə qədər enerji sərf edir? Deyir, 19 kWh. Maşın çəkisi nə qədərdir? 3 tona yaxınlaşır. Deyək ki, 2 ton 700-800 kiloqram. Mən deyirəm, bu mümkün deyil. Yəni, mən hətta o maşına baxmadan belə deyirəm ki, bu qabaritdə, bu çəkidə olan avtomobil mümkün deyil ki, 18 kWh 100 km məsafəyə yanacaq enerji işlətsin. O minimum 22 kWh işlədəcək. Çünki burada ümumiyyətlə anlamaq lazımdır ki, yanacaq və enerji sərfiyyatı necə gedir. Birinci tövsiyəm yaxşı mənbələrdən öyrənib avtomobil seçmək, bir də düzgün servislərə müraciət etmək ki, sonra peşmançılıq olmasın. Məhz bu səbəbdən bugün biz sizi dəvət eləmişik ki, insanlar həqiqi məlumatı, həqiqi biliyi öyrənsinlər. Bu avtomobillərlə bağlı müəyyən bir fikir formalaşdıra bilsinlər. Təşəkkür edirəm. Çox sağ olun, mən təşəkkür edirəm. Bugünlük bu qədər.